Salam dəyərli izləyicilər, mən Kamil Məsumov yeni test toplusundan fərqli suallardan birinin izahını paylaşacağım. Deməli, belə bir tənik veribdir və bu ifadənin qiymətini soruşur. Soruşulan ifadəyə bir T qeyd edəcəm. Gəlin tərəf-tərəfə vuraq. O zaman nə olmuş olacaq? Yenidən qeyd edirəm. Kök altında A-nın kvadratı plus 21 çıxılsın kök altında A-nın kvadratı plus 5 vurulsun kök altında A-nın kvadratı plus 21 plus kök altında A-nın kvadratı plus 5 bərabərdir. 2 vurulsun T. Yəni qeyd edirəm o zaman 2T. Bu da bir dəfə cəmi, bir dəfə fərqi, kvadratlar fərqidir. Yəni olacaq kök altında A kvadratı plus 21'in mörtəzə kvadratı çıxılsın kök altında A kvadratı plus 5'in yenə mörtəzə kvadratı bərabərdir 2T. Buradan deməli kvadratdan kök gedər, kvadratdan kök gedər. O zaman geriyə nə qaldı? A kvadratı plus 21 çıxılsın A kvadratı. Mörtəzənin qarşısında işarə mənfi olduğu üçün çıxılsın 5 bərabər olacaq əslində nəyə? 2T'yə. A kvadratı getdi. 2T bərabərdir. 21 çıx 5, yəni 16. T'nin özü bərabərdir. 16 bölünsün 2, yəni 8. Biz də soruşulan ifadə T demişdik. T'ni də 8 tapdıq. Düzgün cavab o zaman 8.